Salam, hər vaxtınız xeyir olsun. Sınavımızın izahına baxırıq. Birinci sualımız. A məntəqəsinin əks istiqamətə eyni zamanda hərəkət edən iki avtomobil var. Birinci avtomobilin sürəti 62, ikinci avtomobilin sürəti 66-dır. 4 saat sonra onlar arasındakı məsafəni tapın. Əks istiqamətlə hərəkət etsə sürətlər mütləq toplanılır və zamana vurulur. Vurulsun 4. Bərabərdir. 62 ilə 66-nı toplayacağım. 8, 128 və 128-i 4-ə vuracam. 32, 2 yazdıq, 3 yadda, 1 yazdıq, 1 yadda, 512. Təbii ki, hər birini ayrı-ayrı da vura bilərdiniz. 62-ni 4-ə, 66-nı 4-ə və toplaya bilərdiniz. İkinci sual. Aralarındakı məsafə 36-dır. 2 avtomobil yola düşdü. 4 saat sonra avtomobillər arasındakı məsafə 920 oldu. Avtomobillərin birinin sürəti 120-dir. Əvvəlki məsafə 920-dir. Yəni, burada bizim hazır üstürümüz var. V1 üstəgəl V2 vurulsun T bərabərdir. S çıxılsın A. Avtomobillərdən birinin sürətini verib 120. Yəni, V1-imiz 120-dir. V2-mizi bilmirik. Zaman verilibsə şərtdə 4 saatdır. S 920-dir və A-nın qiyməti 36-dır. Yəni, hər kəs 920-dən 36-nı çıxır onsuz da. Doğru eləmişsiniz. Bərabər 10-dan 6, 4. 11-dən 3 çıxanda 8, bu da oldu 884. Düzdürmü? 120 üstəgəl V2 vur 4 bərabər 884. 120 üstəgəlsin V2 bərabər 884-ü 4-ə böləndə 221. V2 də bərabər 221-dən çıxıram 120-ni. 1-dən 0 çıxdım. 1, 0, 1. 101. B variantı bizim doğru cavabımızdır. 3. Tərəfi 7 və 9 olan üçbucağın 3-cü tərəfini ala biləcəyi ən böyük qiyməti tapın. Üçbucaq bərabərlisinə görə x-in qiyməti, yəni 3-cü tərəf 9 ilə 7-nin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Yəni x-in qiyməti 16-dan kiçik, 2-dən böyük olmalıdır. Ən böyük qiymət 15 ola bilər. Yəni 16-dan kiçik olan ən böyük qiymət hansıdır? E variantı 15-dir. Üçbucağın təpə bucağı 50-dir. Otacağı bitişik bir bucağı isə açıq bucağın 9-da 3 hissəsinə bərabərdir. Üçbucağın 3-cü bucağının rəqəmləri hasilini tapın. Baxın, təpə bucağı 50 dərəcədir. Yazda bura 50. O biri isə açıq bucağın 180 dərəcədir. 180-in 9-da 3 hissəsidir. 180-i 9-a böldüm 20, 3-ə vurdum 60. Bura isə 60-dır. Və bilirsiniz də 3-ünün də cəmi 180 dərəcə olmalıdır. 60 ilə 50-ni toplayıram. Görürəm ki, bu ikisi eləyir 110. 180-dən 110 çıxıram. Çünki 3-ü birlikdə 180 olmalıdır. Olur 70 dərəcə. Bizdən 3-cü bucağın rəqəmləri hasilini soruşur. Yəni 70 dərəcənin rəqəm hasili olur 0. B variantı. 5-ci sual. Perimetri 40 olan bərabər yanlı üçbucağın otacağı 18-dir. Deməli, bərabər yanlı üçbucağımız var. Tərəflər bərabərdir x, oturacaq isə 18-dir. Bunların hamısının cəmi isə nəyə bərabərdir? 40-a bərabərdir. 2x bərabərdir. 40-dan 18 çıxdı. Neçə elədi? Elədi 22. X də bərabər neçə? 11. Bu üçbucağın yan tərəfinin uzunluğunun rəqəmləri cəmini tapın. Yan tərəf 11-dir. 11-in rəqəm cəmi 2-dir. Otacağı 25 olan bərabər tərəfli üçbucağın deməli, oturacağı 25-dirsə və bərabər tərəflidirsə, bütün tərəflər 25 olur. Perimetrdə 75 olur da, bilirsiniz. Bütün tərəflər 25 isə 3 tərəfi varsa, 3-ü 25-ə vurdum, 75. Perimetri, və bu 75, sahəsi 81 olan kvadratın. Kvadratımız sahəsi 81-dir. Sahəsi 81 isə tərəfi neçədir? 9-dur. 9-u 9-a vuranda 81 edir. Tərəfi sahəsi 81 olan kvadratın perimetrindən. Bunun perimetri isə, perimetri bütün tərəflərin cəmi də 4 tərəfi var. 4 vur 9, 36-dan nə qədər çoxdur? Biri 75-dir, biri də 36-dır. Çıxıram bir-birindən. 15-dən 6 çıxanda 9, 6-dan 3 çıxanda 3, 39. C variantı bizim cavabdır. 7. Kater 2 saat göldə, sonra bu gölə tökülən çayın axını ilə 5 saat 120 km getdi. Baxın, axın ilə T bərabərdir 5 saata, S bərabərdir 120 km gedibsə, çayın axma sürəti, yəni çay bərabərdir 4. İndi axın ilə deyirsə kater üstəgəl çay,
vurulsun T bərabərdir S. Kater üstə gəlsin 4 bərabərdir. 120-ni 5-ə böldük. 24. Kater də bərabər neçə? 20. Kater göldə nə qədər yol gedər? Göldə katerin öz sürətin vuracaq nəyə zamana? 20-ni vurduq 2-yə 40. A variantı bizim cavabdır. Katerin sürəti çayın axma sürətinin 6 dəfə çoxdur. Kater və çay var. Çay x-dır. Kater 6x-dır. 6 dəfə çoxdur. Axına qarşı, yazdım bura, axına qarşı T bərabərdir 8 saata, S bərabərdir 120 km yol gedir. Mən də katerdən 6x-dan x-a çıxıram. Vururam zamana bərabər edirəm 120-yə. 5x vurulsun 8 bərabərdir 120. 40x 5-i 8-ə vurdum, elədir 120. X da bərabərdir 3-ə. Çayın və katerin sürətini tap. Çayın sürəti 3. Kater isə 6 vur 3. 6-nı 3-ə vuran neçə elədir? 18. D variantı bizim cavabdır. Rəqəmlərin müxtəlif ən böyük 5 rəqəmli ədədlər. Deməli 9, 8, 7, 6, 5. Ən kiçik 4 rəqəmli ədədlərin fərqindən ən kiçik 4 rəqəmli ədəd 1000-dir. Fərqi də 5, 6, 7, 7, 9. Alınan ədədin neçə onluğu var? Onluğun sayını tapanda onda bir sıfır var deyə sağdan bir ədəd silirsiniz. 9776. 10-cu sual. Hər birini 30-a bərabərləşdirə bilərsiniz. Amma buradakı ədədlər əgər 30-dan böyük ədədlər olursa, yəni hesablamanızı rahatlaşdırmaq üçün bu ədədlərdən böyük ədəd götürün. Məsələn, hər birini 30-a yox 50-yə bərabər eləyin. Yəni buradakı ədəd nədirsə, ondan böyük ədəd götürməyiniz sizə rahatçılıq eləyəcək ki, hesablama çətinliğiniz olmasın. Və yaxud da toplamadırsa, toplamada böyüyün yanında kiçik olur. Bu D üstəgəl 0 deməkdir, yəni heç nə yoxdursa. Toplamada böyük ədədin yanında kiçik ədəd olur. Bizdən azalan sıra istəyirsə, ən böyük ədəd D-dır. Çünki ən kiçik 0-dır, 0-ın yanındakı ən böyük. Sonra 23 gəlir, ən kiçik, deməli C olacaq. Sonra 35 gəlir, A. Sonra da 47 gəlir, B. D, C, A, B. Və ya müəllim, mən bu qaydanı istəmirəm, məntiqi yolla istəyirəm, əla. Hər birini 50-yə bərabər elə, 50-yə. Niyə 50-yə? Çünki burada verilən ədədlər 30-dan böyükdür. İşimiz biraz rahat olsun. Mənfi cavablar almayaq. Hamısını 50-yə bərabər elə. Qutardı. A bərabərdir. 50-dən 35-i çıxacam 15. Yəni hər dəfə dərsdə demişik də, oradakı ədəd şərt ədəddir. Ürəyimiz istəyən ədədi qoya bilərik. 30, 40, 50, 100 nə istəyirsiniz? B bərabərdir 3, C bərabərdir 27, D bərabərdir 50. Ən böyük D-dir, sonra C, sonra A, sonra B. D, C, A, B. 11. Saat 8-də məktəbə çatmağı planlaşdıran şagird yolun 3də 1 hissəsini gedəndə saat 7:40-ı göstərir. Bu bizim yolumuzdur və 3 hissədən ibarətdir. Saat 8-də məktəbə çatmağa qərar vermişdir. 7:40-da yolun 3də 1-ini getmişdir. 7:40-da. O sürətini dəyişmədən yoluna davam edərək, deməli yolun 3də 1-ini gedibsə, 1, bu da 2. 3də 2-si qalıb, düzdür? Və 4 dəqiqə tez çatır. 8-də yox, 7:56-da çatır. 4 dəqiqə tez. İndi tap görün bu 2 hissə yolu bu adam neçə dəqiqə gəlib? 40-dan 56-ya qədər. 56-dan 40 çıxanda 16 dəqiqəyə. 2 dənə yolu 16 dəqiqəyə gəlibsə, hər yol neçə dəqiqəymiş? 8 dəqiqəymiş. 3 dənə də yol var, görə bilərsiniz. Hərəsi 8 dəqiqədən 24 dəqiqə. 12. Kamilin iş saat 8-də başlayır, 17-də bitir. Tez 17-dən 8-ə çıxdım. Kamil 9 saat işləyib. O 1 saat istirahətə vaxt sərf eləyib, qaldı 8 saat. 3 gün ərzində nə qədər işləyib? Gündə 8 saat işləyirsə, 3 gündə 24 saat işləyir. 13. Bir şəhərdən sürəti 90-la avtobus yola düşdü. Sürəti 90-la avtobus yola düşür və 2 saat tək yol gedir. Yəni heç kəs bunun arxasınca gəlmir. 2 saat sonra kimsə gələcək. Deməli 2 saat ərzində bu maşın tək yol getdi. Sürəti də 90-dır. Sonra bunun ardınca sürəti 150 olan avtomobil yola düşdü. Mən də nə edirəm? 150-dən çıxıram 90-ı, elə də 60, 180-i bölürəm 60-a. Çünki sürətləri bir-birindən çıxıb, aradakı yola bölməliyik ki, neçə saata çatdığını tapa bilək. E variantı 3 saata çatar. Eyni vaxtda, eyni istiqamətdə yola düşən 2 motosikletin birinin sürəti saatda 60-dır. 4 saat sonra ikinci motosikletçi birincidən 80 km irəlidə olar. Deməli,
eyni vaxtda, eyni istiqamətdə yola düşürlər. Biri buradadır, biri buradadır. Eyni vaxtda, eyni istiqamətdə yola düşən iki motosikletin birinin sürəti saatda 60-dır. 4 saatdan sonra ikinci motosiklet birincidən 80 km irəli olur. Bu 60 sürətlə 4 saata nə qədər yol gedər? 240. O biri maşın isə bundan 80 km-də irəlidə olar, yəni çox yol gedər. Nə qədər yol gedər? 320. 320 km yolu ikinci maşın neçə saata gedib? 4 saata gedib. Yəni ikinci maşının sürəti 320-ni 4-ə bölürəm. Nəyə bərabərdir? 80-ə bərabərdir. Hansı varianta bərabərdir? Deməli biz bilirik ki, qramla kiloqram arasında kiloqramla sentiner, sentinerlə ton. Burada 1000 dəfə fərq var, burada 100 dəfə, burada 10 dəfə. Qramdan ton almaq istəyirsənsə, sıfırların sayına baxırsan. 1, 2, 3, 4, 5, 6 sıfır var. 1, 2, 3, 4, 5, 6 sıfırı çıxarsan 1 ton qalır. Yazdım bura 1 ton. 1 tonu çıxartdıq buradan. Bu getdi. Sonra qramla sentiner arasına baxanda 5 sıfır var. 1, 2, 3, 4, 5 sıfır qalanda 2 sentiner qalır. 2 sentiner. Bunu da çıxartdıq buradan. Sonra da qramla kiloqram arasında 3 sıfır var. 1, 2, 3 sıfır siləndə 34 deməli kiloqram. Qalan da 563 qram. 1 ton 2 sentiner 34 kiloqram. 563 qram. 16. 2 kilomuz 2000 qramdır. Üzərinə də 250-ni gələndə olur 2250 qram. B variantı bizim cavabdır. 17. Cəmini santimetr ilə ifadə edin. 3 metrimiz 300 santimetr. 4 desimetr 40. Bu da 5 santimetr. Yəni bunu 100-ə vurursan, bunu 10-a vurursan. Çünki aralarındakı dəfə bu qədərdir. 345 santimetr. 18. Düz bucağın 3-də 2 hissəsi. Düz bucağı 180 dərəcədir. 3-də 2 hissəsi 183-ə böldüm 60. 2-yə vurdum 120. Açıq bucağın, yəni 180-in 6-da 5 hissəsindən cəmini tapın. 186-ya böldüm 30. 5-ə vurdum 150. Biri 120-dir, biri 150-dir. Bunların cəmini istəyir bizdən. 200. Bir daha baxaq. Düz bucağın, düz bucaq 90 dərəcədir. 180 dedik çaşıb. 90-ı böldük 3-ə 30. 32-yə vurduq 60. 60 ilə bizdən 150-nin, yəni açıq bucağın 180-in 6-da 5-ini istəyir. 180 6-da 5-i 150 eləyir. Topladım 210. D variantı bizim cavabdır. Qatar 6 saatda 360 km yol gedir. 360-ı bölürəm 6-ya bərabərdir. Sürət olur 60. Əgər sürətini 2 dəfə artırsa 62-yə vuram 120. Bu yolu qayıtmağa neçə saat vaxt sərf eləyər? 360 km yolu 120 sürətlə qayıdacaqsa 3 saata qayıdar. B variantı. Bərabərsindən x-in ala biləcəyi natural qiymətlərin ən böyük tək qiymətini tapın. Baxın, 9x kiçikdir 290, üstə gəl nə yazmalıyım? 37 yazmalıyım. Çünki 37 sağa keçəndə toplanılır. 9x da kiçikdir 7, 2 yazda 1 yadda 327, x da kiçikdir. Deməli, 3 dəfəsi 27, 57-nin içərisində də 6 və qalıq qalır. Yəni 36 qalıq qalır. Yəni 327-ni bir daha bölək, dəqiq 9-a. 3 dəfə çıx 27, 57-nin içərisində 6 dəfə çıx 54 və qalıq. Ala biləcək natural qiymətlərdən ən böyük tək ədədin. 36 olmaz, 35 olacaq, tək ədədindir. Rəqəmləri hasili 3 vurulsun 5, 15. E variantı bizim cavabdır. Düz bucağın 2də 1-i 90 dərəcə düzdür, 2də 1-i oldu 45. Açıq bucağın 180-in 2də 1 hissəsindən, yəni 90-dan nə qədər azdır? 90 ilə 45 arasındakı fərq ilə 45-in özüdür. 22. Aşağıdakilərdən hansı kör bucaq ola bilməz? D variantı ola bilməz. Çünki kör bucaqlar 90 dərəcədən böyük olmalıdır. Olmayanlar kör bucaq sayılmır. Bu iti bucaqdır. 23. Əvvəlcə 9-dan 3 çıxacaq. Birinci zəifi məhv edirik. 6. 90-ı 6-ya böləndə 15. 15-i 3-ə böləndə neçə elədi? 5 elədi. 5-dən 1 çıxanda 4. 4-ü 4-ə böləndə 1. İfadəsinin kökünün 5 qatının 2 artığı. 5-ə vurdum, üzərinə 2 gəldim. Bərabərdir 7. D variantı bizim cavabdır.
A və B məntəqələrinin eyni zamanda qarşı-qarşıya mini və yük maşını yola çıxdı. Mini maşını 80, yük maşını 60-dan gedir. Mini 4 saat, yük 5 saat olur. Mini 80 sürətdən 4 saat olubsa 320 gedib. Yük maşını 60 sürətdən 5 saat gedibsə 300 kilometr gedir. A və B məntəqələri arasındakı məsafə nə qədərdir? 300-dən 320-ni toplayıram, 620 kilometr. Cavab oldu A variantı, 620 kilometrə bərabər. Qarşı-qarşıya gəlirlər deyə neynədik bunları topladıq. İki şəhərlər arasındakı məsafə 390-dır. Saat 8-də sürəti 40 olan birinci avtomobil yola düşdü. Saat 11-də isə ona qarşı sürəti 50 olan ikinci avtomobil yola düşdü. Onlar saat neçədə görüşdülər? 8-də bu yola çıxıb 11-ə qədər, yəni 3 saat 40 sürətlə tək yol gəlib. 40-ı 3-ə vurdum, 120 kilometri tək gəlib. Ümumi yol nə qədərdir? Ümumi yol 390-dır. 390-dan 120'sin bu gedibsə 270'i yerdə qalır. 270 kilometr yolda birinin sürəti neçədir? 40'dır. Birinin sürəti də 50'dir. Saat 11'də də bunlar qarşı-qarşıya artıq yola gəlirlər. Çünki 11'də də bu yola çıxırdı qarşısından gələn. Biz də qarşı-qarşı hərəkətdə 40 ilə 50'ni toplayacağıq. Çünki sürətlər toplanılır. Aradakı yola böləcəyik 270'i böləcəyik 90'a. Neçə saat eləyir? 3 saat. Yəni saat 11'dən 3 saat sonra 14:00-da onlar görüşəcəklər. Doğru cavab C variantına bərabər.